Test suallarına baxırıq. Sxemdə 17 yaşlı gənc ontogenezinin mərhələləri göstərilmişdir. Baxaq, bətndaxili inkişafın mərhələləri, dövrləri. Birinci dövr, ikinci dövr, üçüncü dövr. Burada bilirik də, bax, birinci başlanğıc dövr vardı. Başlanğıc dövr müddətində yumurta ceri mayalanır uşaqlıq borusunda və 4-5 günə boru ilə hərəkət edir. 2 gün isə uşaqlıqda özünə yer axtarır və orada implantasiya baş verir. İkinci dövr Rüşeym dövrüdür. Rüşeym dövrü dedik ki, burada 2 ay çəkirdi və implantasiyadan sonra cift yaranana qədərki dövrü idi, uşaqlıqda baş verirdi. Və üçüncü dövrdə döl dövrü idi. Bunların dövrlərini də müddətdən yazarıq. Döl dövrü var idi. 7 ay çəkirdi bu da. Deməli, burada başlanğıc dövr dedik ki 6-7 gün çəkirdi. 6-7 gün olurdu. Və cəmi 6-7 gün, 4-5 üstəgələ 2 yazdıq. Rüşeym dövrü 2 ay çəkirdi və döl dövrü isə çəkirdi 7 ay çəkirdi. Burada nə veriblər? Doğulduqdan sonra inkişaf dövrləri, yaş dövrlərini veriblər. Bilirik, bu 5 dənə yaş dövrləri haqqında demək olar ki, məlumatımız vardı. Yəni birinci, ikinci, üçüncü, dördüncü, beşinci ayrı-ayrı qeyd eləmiyorlar. Sual versələr, bunları da qeyd eləyərik biz. Yəni birinci sualımıza baxaq. Bizə təqdim olunan birinci sualı həll eləyək. Deməli, birinci, ikinci, üçüncü mərhələlərin dövrlərinin adlarını. Dedik ki, birinci, ikinci, üçüncü dövrlərin adlarını yazdıq biz. Baxın, verib 6-7 gün çəkdi və başlanğıc dövr, Rüşeym dövrü, döl dövrü. Ad dediyi üçün başlanğıc Rüşeym, döl dövrü yazırıq. Sonra da burada ikinci sual soruşur bizdən. Birinci dövrlərin adlarını soruşdur və davam etmə müddətinin azalması ardıcıllığı ilə deyir düzün. Azalması ardıcıllığı ilə deyirsə əgər, birinci gələcəkdir üçüncü döl dövrü 7 aydır. Sonra gələcək azalır 2 ay çəkir Rüşeym dövrü, yəni ikinci gələcəkdir. Sonra da gəlirdi birinci dövr, yəni başlanğıc dövr gələcək. Çünki bu çəkirdi 7 ay, bu çəkirdi 2 ay, bu isə 6-7 gün çəkirdi. 6-7 gün olacaqdır. Deməli, bu isə aydır, bu isə ay olacaqdır. Deməli, adları deyirsə başlanğıc Rüşeym, döl dövrü, ardıcıllıq deyirsə, azalması deyirsə 7 ay, 2 ay, 6-7 gün, 3-2-1 şəklində birinci sualımızın cavabı olacaqdır.